Sizə təqdim olunmuş situasiyanı diqqətli oxuyun və burada verilmiş məlumatlardan istifadə edərək tapşırıqları yerinə yetirin. Nəzərə alın ki, hər tapşırıqda alınan nəticə həmin situasiya ilə bağlı növbəti tapşırıqlarda istifadə oluna bilər. Birinci Rusiya Qacarlar müharibəsi dövründə Rusiyanın Cənubi Qafqaz irəliləyişi İngiltərənin geosiyasi maraqlarına ciddi təhdid yaradırdı, lakin həmin dövrdə Napoleonun Avropada apardığı işğalçı müharibələr bu məsələni arxa plana keçirirdi. Buna görə də Napoleona qarşı qurulan yeni koalisiyada İngiltərə və Rusiya eyni cəbhədə yer almalı oldu. Sonradan Avropada dövlətlərarası münasibətlərdə siyasi vəziyyətin dəyişməsi Fransa və Rusiya arasında yaxınlaşmaya gətirib çıxartdı. Bu vəziyyət İngiltərə hökumətini Qacar dövləti ilə əlaqələrini daha da gücləndirməyə sövq etdi. Nəticədə İngiltərənin göstərdiyi maliyyə və hərbi dəstək Qacar qoşunlarının 1808-1809-cu illərdə aparılan hərbi əməliyyatlarda nisbi üstünlük əldə etməsinə şərait yaratdı. Mənbədə bəhs olunan müharibə dövründə Rusiya və Fransa arasında imzalanmış müqavilənin adını yazın. Əvvəlcə oxuduğumuz mətndən bəlli olur ki, bu 1-ci Rus-Qacar müharibəsindən gedir söhbət. 1-ci Rus-Qacar müharibəsi 1804-13-cü illəri əhatə edibdir və bu dövr içərisində deməli Rusiya ilə Fransa arasında bağlanmış müqavilə Tilzi sülhüdür. 1807-ci ildə imzalanıb. 1807-də bağlanılıbdır. Tilzi sülhü bu birinci sualımızın cavabıdır. Sonra birinci abzasda bəhs edilən koalisiyanın işini çətinləşdirən amillərdən birini yazın. Demək, İngiltərə Fransaya qarşı koalisiyada iştirak etdiyi vaxtdan onunla müharibələr aparırdı. Yəni bu koalisiya Fransanın qarşısında müharibələr yolunu almağa çalışırdı. Nəticə olaraq da dövlət borclarının, vergilərin artmasına gətirib çıxartdı. Yəni borcların və vergilərin deməli artmasına səbəb oldu. Mənbənin son cümləsinə əsasən Qacarlar ordusunun əldə etdiyi uğurlardan ikisini yazın. Məlum məsələ ki, 1808-ci ildə demək Rus ordusu artıq Naxçıvan şəhərini işğal eləmişdi. İrəvan isə mühasirədə idi və bu uğurlar nəticəsində 1809-cu ildə Rus ordusu İrəvanın mühasirəsindən əl çəkdi, Naxçıvandan da çıxmalı oldu. Bu birinci uğurumuz. 1809-cu ildə Qarababa döyüşü baş verdi və Qacar ordusu Abbas Mirzənin rəhbərliyi altında qələbə qazandı. 20-ci əsrin 20-ci illərində baş verən hadisəni soruşur. Fransa və Belçika qoşunlarının Almaniyanın Rur bölgəsində hərbi müdaxilə etməsi 1923-cü ildə baş verən hadisədir. Biri götürürük o zaman. Amerika tərəfindən Daus planının hazırlanması 1924-cü ildə hazırlanıb, ikini də götürürük. SSR-nin müdaxiləsi ilə Çexoslovakiyada kommunist rejimin yaradılması 2-ci Dünya müharibəsindən sonra 40-cı illərin ikinci yarısında baş verən hadisədir və götürə bilmirik. Varşava müqaviləsi təşkilatı isə 1955-ci ildə yaradılıb, 4 də uyğun deyil. Cavabımız 1 və 2 düzgündür. Azərbaycan SSR tarixinə aid hadisələrin xronoloji ardıcıllığını müəyyən edək. İlk konstitusiyanın qəbul edilməsi, ilk konstitusiya Azərbaycan SSR-də 1921-ci ildə qəbul edilib. Hərbi kommunizm siyasətinin tətbiq olunması 1920-ci ilin yaylarından başlayır. Birinci Ümumİttifaq Tirikoloji Qurultayı 1926-cı ildə başlayıbdır, keçirilibdir. Naxçıvan MSSR-in təşkili isə 1924-cü ildir. Cavabımız o zaman 2, 1, 4 və 3 düzgündür. Avropa 16-cı əsr həm İngiltərə tarixi, həm də Almaniya tarixinə uyğunları soruşur. Baxaq. Tudorlar sülaləsinin hakimiyyətə gəlməsi 1485-ci il, 15-ci yüzilliyə düşdüyünə görə A variantını götürmürük. Anglikan kilsəsinin yaranması. Anglikan kilsəsi 16-cı əsrin əvvəllərində yaranıbdır. Doğru cavabıdır. 1-ə B-ni götürə bilirik o zaman. Torpaq sahələrinin çəpərlənməsi. İngiltərədə çəpərləmələr 16-cı yüzillikdən başlayan prosesdir. C düzgündür. Baxaq 2-yə, yəni Almaniyaya. Ölkədə siyasi parçalamağa son qoyulması 19-cu əsrin ikinci yarısına kimi davam edib, A-nı götürə bilmirik. Cənubi Amerikada xeyli müstəmləkələrə sahib olması. Cənubi Amerika torpaqları əsasən Portuqaliya və İspaniya arasında bölüşdürülmüşdür, götürə bilmirik. Protestantların dini azadlığının tanınması 1555-ci ildə Augsburg sazişi ilə tanınmışdır.
və 16-cı əsrə düşür 2-yə C. 1-ə BC, 2-yə C, yəni Y variantı düzgün cavabdır. Heydər Əliyevin birinci prezidentlik dövründə Azərbaycan Respublikasının xarici siyasətinə aid olanları soruşur. Əvvəlcə baxaq, birinci prezidentlik dövrü 1993-cü ildən 98-ci ilə kimi olan dövrləri əhatə edib. Lisabon samiti 1996 və xarici siyasətlə əlaqədardır. Azərbaycan ərazi bütövlüyünün sərhədlərinin tanınmasına əlaqədar bir konfrans idi. Doğru cavabdır. Türkiyə ilə sərhəddə Ümid Körpüsünün açılması 1992-ci ildə açıldığına görə Heydər Əliyevin prezident dövrünə düşmür, götürmürük. Avropada təhlükəsizlik və əməkdaşlıq müşavirəsinə Azərbaycan 1992-ci ildə qatılıb, yenə Heydər Əliyevin dövrünə düşmür. Atəşkəslə bağlı Bişkek protokolu 1994-cü ildə təsadüf edir və bu hadisə Heydər Əliyevin böyük gərgin əməyin nəticəsidir və 1994 Heydər Əliyev həm də birinci prezidentlik dövrüdür. Cavabımız 1 və 4 düzgündür. 1 və 4 düzgündür. Teymuri hökmdarı Şahruxun fəaliyyət dövrü üçün səciyyəvi olanları soruşur. Birinci biz onun hakimiyyət illərinə baxaq. 1409-cu ildə hakimiyyətə gəlibdir, 1409 və 1447-ci ilə kimi hakimiyyətdə olubdur. Səfəvi dövləti ilə diplomatik münasibətlərin qurulması Səfəvi dövləti 1501-ci ildə yaranıb və zaman olaraq uyğun gəlmir, çıxdıq. Qaraqoyunlu dövlətinin asılı hala salınması 1436-cı ildən asılı hala salınıb 47-ci ilə kimi. Qaraqoyunlular Teymurilərin vassalçılığında olubdur, 2 düzgündür. Dövlətin paytaxtının Yeni şəhərə köçürülməsi, bəli, Səmərqənddən Herat şəhərinə köçürülübdür, 3 doğrudur. Alaşkert döyüşünə məğlub olması, Alaşkert döyüşü 1421-ci ildə Qaraqoyunlu Qara İskəndər məğlub olur, Şahrux orada qələbə qazanır, 4-ü götürə bilmirik. Şirvanşahlar dövləti ilə hərbi ittifaqın bağlanması, bəli, 1420-ci ildə Şahrux Azərbaycana hücum edir və bu zaman artıq Şahrux müqavimətsiz şəkildə Qarabağı işğal edir. Şirvanşah 1-ci Xəlilullah da Şahruxla ittifaqa girir. Cavabımız 2, 3 və 5. 2, 3 və 5 doğrudur. Uyğunluğu müəyyən edin. Şimali Azərbaycanda baş verən hadisələri soruşur. Mərkəzi Şamaxı olan Xəzər vilayətinin yaradılması 1840 10 aprel qanununa əsasən yaradılıbdır. A-nı götürdük, deməli 40-cı illərə 2-yə. Carbalakan cəmaatının daxili müstəqilliyin son qoyulması 1830-cu ildədir və 30-cu illərə götürdük B-ni. İlk Rus məskənlərinin salınmağa başlanması 1830-cu il 20 oktyabr fərmanı ilə başlandığına görə C-ni də 1-ə götürürük. Bəzi xanlıqların daxili müstəqilliyin saxlanılması bu hadisə Şimal Azərbaycanda deyil, Cənub Azərbaycanda olduğuna görə götürmürük. Şeyxülislam və müftü vəzifələrinin təsis edilməsi isə 1829-cu ildədir və 20-ci illərə aid olduğuna görə götürmürük. Beləliklə 1 BC, 2 isə A düzgündür. 16-cı əsrdə Osmanlı dövlətinin Habsburqlara qarşı ittifaq qurduğu dövləti xəritədə müəyyən edək. Demək, Sultan Süleyman Qanuninin dövründə Osmanlılar 1535-ci ildə Fransa ilə Habsburqlara qarşı ittifaq qurmuşlar. Burada da cavabımız Fransa olaraq 4-ü göstərəcək. 4 demək uyğundur və 4 də bizə verilib B variantında. B variantı düzgün cavabdır. Albaniya dövlətinin 5-6-cı əsr tarixindən fərqli olaraq 7-8-ci əsrlər tarixinə aiddir. Dövlətin daxili müstəqilliyin son qoyulması. Demək, 463-cü ildən 487-ci ilə kimi və daha sonra 510-cu ildən 629-cu ilə kimi Albaniyada mərzibanlıq dövrüdür və bu dövrdə daxili müstəqillik mövcud deyil. Ona görə fərqli cəhət kimi götürə bilmirik. Biri çıxdıq. İrsi və şərti torpaq mülkiyyətlərinin mövcud olması Albaniya dövləti Sasanilərin tərkibində olduğu dövrdə ümumiyyətlə özündə irsi və şərti torpaq mülkiyyətləri mövcud idi. Xostak, Dastakir, daha sonra ərəb işğallarından sonra İqta və deməli mülk kimi torpaqlar var. Ona görə fərqli cəhət deyil. Bərdənin paytaxt şəhər olması. Bərdə 444-cü ildə paytaxta çevrilibdir. 5-ci əsrdən başlayaraq 705-ci ilə kimi paytaxt olub. Bu da fərqli cəhət deyil. Mehrani sülaləsi tərəfindən idarə olunması 7-ci əsrin 30-cu illərində hakimiyyətə gəliblər və 705-ci ildə hakimiyyətdən gediblər. Cavabımız 4. Yalnız 4 uyğun variantdır. Səfəvi dövlətinə aid səbəb-nəticə əlaqələrinin düzgün verildiyi bəndi müəyyənləşdirək.
1587-ci ildə saray çevrilişi baş verdi. Məhəmməd Xudabəndə hakimiyyətdən uzaqlaşdırıldı. Bəli, düzgündür və onun əvəzinə Şah 1-ci Abbas hakimiyyətə gətirildi. Biri götürdük. 1591-ci ildə Təbrizdə Osmanlı əleyhinə üsyan baş verdi. Şərqi Anadoluda Cəlalilər hərəkatı başlanmasına təkan verdi. Əslində hərəkat 16-cı əsrdə Toqatda üsyanla başlamışdı Cəlali hərəkatı və 17-ci əsrin ilk illərində Şərqi Anadolu, həmçinin Azərbaycanda da geniş yayıldı və biz ikini götürə bilmirik buna görə də. 1605-ci ildə Sufiyan döyüşünə Səfəvilər qalib gəldi. Osmanlı dövləti Mərənd müqaviləsini bağlamağa məcbur oldu. Mərənd 1618-də bağlanılıb və bu sınıq körpü döyüşündən sonra imzalandığına görə 3 doğru deyil. Şah 1-ci Abbas 1622-23-cü illərdə hərbi əməliyyatlar apardı. Bağdadda daxil olmaqla Ərəb İraqı yenidən Səfəvilər dövlətinə birləşdirildi. Bəli, bu düzgün cavabdır. Cavabımız C variantı 1 və 4. Rusiya hökmdarı 1-ci Pyotrun həyata keçirdiyi islahatların nəticələrini soruşur. Daimi nizami ordu və ilk hərbi donanma yaratdı. Bəli, Pyotr tərəfindən bu islahat həyata keçirilibdir. A variantı doğrudur. Digərlərinə baxaq. Zadəganları imtiyazlı təbəqəyə çevrilməsi rəsmiləşdirildi. Bu, Yekaterina tərəfindən həyata keçirdiyinə görə yanlışdır. Qanunvericilik və məhkəmə səlahiyyətləri olan kollegiyalar yaradıldı. Burada qanunvericilik təbii ki, hökmdarın öz əlindədir. Məhkəmə səlahiyyəti isə senata verilmişdir. Doğru deyil. Xaricdən gətirilən məhsulların kömrü rüsumu azaldıldı, əksinə artırılmışdır, çünki Pyotr proteksionist siyasət yeridibdir. Dövlət idarəçiliyi kilsənin ümumi nəzarətinə verildi, tam əksinə kilsə dövlətə tabe edildi. Beləliklə, A variantı doğru cavabdır. Qədim Roma dövlətinin Respublika dövründən fərqli olaraq imperiya dövrünə aid olanlarını müəyyənləşdirək. Deməli, bundan ötürü birinci dövr olaraq bölək. Eradan əvvəl 509-cu ildən 27-ci ilə kimi olan dövrü. Bu dövr olacaq, deməli, Respublika dövrü. Eradan əvvəl 27-ci ildən bizim eranın 395-ci ilinə kimi olan dövr isə olacaq imperiya dövrü. Parfiya dövləti üzərində qələbələr qazanmışdı. Eradan əvvəl 38-ci ildə Antoni Parfiya yürüşü uğurludur və Roma uğur qazanıbdır. Və bu dövr düşəcək, deməli, Roma dövlətində Respublika dövrünə, ona görə götürmürük. Xristianlara açıq ibadət icazə veribdir. İmperator Konstantin tərəfindən 313-cü ildə icazə veribdir. 2 doğrudur. Kiçik Asiyada bir sıra əraziləri ələ keçiriblər, bəli. Deməli, 2-ci yüzillikdə eradan əvvəl Karfagen müharibəsini qurtardıqdan sonra Kiçik Asiyada bir sıra ərazilər ələ keçiriblər və burada Suriyanı məğlub etdikdən sonra 3 doğru cavab deyil, düşəcək bu yenə Respublika dövrünə. Çıxdıq. Qulların öldürülməsi qadağan edilmişdi. Bizim eranın 2-ci əsrində İmperator Adrian tərəfindən qadağan edilib. Cavabımız 2-4, C variantı düzgündür. 1903-cü ildə Tiflisdə nəşr edilən Şərqi Rus adlı qəzetin redaktoru olmuş Azərbaycanlı ziyalısına aiddir. Söhbət gedir Məhəmməd Ağa Şahtaxtınskidən və bu qəzet Azərbaycanla nəşr olunub. Baxaq variantlara. İlk milli qiraətxananı yaradıb Nəriman Nərimanov, düzgün deyil, çıxdıq. Azərbaycan Xalq Cümhuriyyəti son 2 hökumət kabinetə rəhbərlik edib Nəsib bəy, Yusif bəyli, bu da deyildir. Xüsusi Cənubi Qafqaz Komitəsində Azərbaycanı təmsil edib bu şəxs Cəfərovdur. Çıxdıq. 2-ci Dövlət Dumasının deputatı olubdur. Bəli, deməli, doğru cavabımızdır. Bu bəyannaməsini isə imzaladığına görə həbs edilən şəxslər Topçubaşov və Ziyadxanlıdır. Bunu da çıxdıq. Cavabımız D variantı düzgündür. Sualda bizdən 2023-cü il lokal antiterror əməliyyatından əvvəlki dövrdə baş verən hadisələri soruşur. A variantında deyir, Şuşada Dünya Azərbaycanlılarının 5-ci qurultayının keçirilməsi. Hadisə 2022-ci ildə olub, 2022-ci ildə keçirilib. Cavabımız A variantı doğrudur. Digərlərinə baxaq. Xocalı Memorial Abidə kompleksinin təməlinin qoyulması 2024-cü ildə. Rusiya sülh məramlarının Qarabağdan çıxması, bu hadisə vaxtından əvvəl baş verdi 2024-cü aprelində. Xankəndidə Zəfər paradının keçirilməsi 2023-cü ilin noyabr ayında. Böyük qayıdış çərçivəsində Şuşaya ilk ailələrin köçürülməsi isə 2024-cü ilin may ayında baş verib. Beləliklə, cavabımız A variantı Şuşada Dünya Azərbaycanlılarının 5-ci qurultayının keçirilməsidir. 11-13-cü yüzilliklərdə
Azərbaycan şəhərlərinin xüsusiyyətlərini soruşur Venn diaqramında. Gəncə şəhəri və Naxçıvan şəhəri. Şəddadilər dövlətinin paytaxtı olmuşdu. Gəncə Şəddadilərin paytaxtı olub və zaman olaraq da uyğun gəlir. Şəddadi dövləti 971-ci ildə yaranıb, 1088-ci ildə süquta uğrayıb. 1-ə A-nı götürdük bu zaman. Xarəzmşahlara qarşı üsyan baş verməsi bir sıra şəhərlərimizdə, o cümlədən Gəncədə, həmçinin Naxçıvanda da deməli Xarəzmşah cəlalətinə qarşı üsyan baş verib ortaya götürdük. Monqolların ilk yürüşü zamanı dağıntılardan xilas olması, Monqolların ilk yürüşü zamanı Gəncə 1 dəfə, Təbriz isə 3 dəfə xərac verərək Monqol yürüşündən, dağıntısından xilas olubdur və 1-ə C-ni də götürürük uyğun olaraq. Yusif İbn Küseyir türbəsi, deməli bu inşa olunub 12-ci yüzillikdə və Naxçıvan şəhərində. 2-yə D uyğundur. Cəlari dövlətin paytaxtına çevrilməsi, Cəlari dövləti yarananda, yəni bizə uyğun əsr deyil, həm də paytaxtları deməli olub Bağdad və Təbriz şəhərləri Y-də uyğun gəlmir. Beləliklə 1AC, 2D, 3B. A variantı düzgün variantdır. Qədim Hindistanda Ari tayfaların məskunlaşdığı minillikdə Misir dövlətinə aid olanları soruşur. Ari tayfaları eradan əvvəl 2-ci minillikdə Hindistanda məskən salıblar. Baxaq variantlara. Yuxarı Misir padşahlığı tərəfindən vahid dövlətə birləşdirilmişdi. Eradan əvvəl 4-cü minilliyə təsadüf edir, ona görə götürə bilmirik variantı. Makedoniya imperiyası yürüşünə məruz qalmışdır. Makedoniyalı İskəndər eradan əvvəl 332-ci ildə Misirə hücum edibdir. Cavab olur 1-ci minillik və uyğun deyil. Hitlerlə Kadeş sülh müqaviləsi bağlanılıb. Kadeş sülhü eradan əvvəl deməli 2-ci minillikdə 1286-cı ildə bağlandığına görə cavabımız olacaq C variantı doğrudur. Birinci Dünya müharibəsi dövründə Osmanlı imperiyası mübarizə aparmamışdır. Birinci Dünya müharibəsi 1914-cü ildən başlayıb, 1918-ci ilin noyabr ayının 11-nə kimi olan dövrü əhatə edib. Zaqafqaziya Seymi ilə Osmanlı dövləti müharibəsi varmı? Bəli, var. 1918-ci ilin deməli Trabzon konfransı baş verdi aprel-may aylarında və nəticə olaraq Seymlə Osmanlı arasında müharibə baş verdi. 8 günlük müharibə nəticəsində Seym məğlubiyyətə uğradı. A variantını götürə bilmirik. Bolqarıstanla Osmanlı dövləti 1-ci Dünya müharibəsində eyni blokda iştirak etdiklərinə görə aralarında müharibə olmamışdır. Bakı Xalq Komissarlığı Soveti ilə Bakı Xalq Komissarlığı Soveti Qafqaz İslam Ordusuna qarşı mübarizə aparmışdı və nəticə olaraq da məğlubiyyətə uğramışdı. Yəni Bakı Xalq Komissarlığı Soveti ilə müharibə olmuşdur. Gürcüstanla isə 1918-ci ilin iyununda Gürcü və Alman qüvvələri Borçalı döyüşündə Osmanlı ilə toqquşublar və bu da cavabımız deyildir. Sentral Kaspi diktaturası yenə də Qafqaz İslam Ordusunun deməli yürüşlərinə tab gətirə bilməmiş və sentyabr ayında süquta uğramışdı. Beləliklə cavabımız B variantı. Osmanlı 1-ci Dünya müharibəsi dövründə Bolqarıstanla müharibə aparmayıb. Ərəb xilafətinin Əməvilər və Abbasilər sülaləsinin hakimiyyəti illərində müharibə apardığı dövlətlərdir. Əməvilər hakimiyyətdə olublar 661-ci ildən 750-ci ilə kimi olan dövrdə, Abbasilər isə 750-ci ildən 1258-ci ilə kimi olan dövrdə hakimiyyətdə olublar. Sasanilər dövləti məlumdur ki, 651-ci ildə süquta uğrayıb, o zaman heç birinin dövrünə təsadüf etmir. Bizans imperiyası ilə mübarizə həm xəlifələr dövründə mövcuddur, həm Əməvilər dövründə, həm də Abbasilər dövründə. Hətta Abbasi xəlifəsi Möhtəsim deməli Bizansla qarşı mübarizədə türklərin gücündən istifadə edirdi. Cavabımızın biri 2 olacaq. Xəzərlə mübarizə bildiyiniz kimi 8-ci əsrin sonuna kimi davam edibdir və uzun bir müddət davam edir. Ona görə 3-ü götürəsiz cavab olaraq. Uyğurlarla ərəblər arasında mübarizə yoxdur. Axund dövləti də 567-ci ildə süquta uğrayıb və bu zaman ümumiyyətlə ərəb xilafəti mövcud deyildi və 5-i də cavablar içərisindən çıxırıq. Cavabımız 2 və 3 D variantı düzgündür. Neolit və eneolit dövrlərindən fərqli olaraq Tunç dövründə insanların həyatına baş vermiş dəyişikliklər hansılardır? İnsanların duluzçuluqla məşğul olması. Duluzçuluq neolitdə yaranıb, eneolitdə və Tunçda da davamlı olaraq davam edir, biri götürmürük. Üzümçülük və şərabçılığın yaranması, bəli, Orta Tunç dövründə üzümçülük, şərabçılıq, bağçılıq, bostançılıq kimi yeni istehsal sahələri yaranmışdı, təsərrüfat sahələri yaranmışdı, 2 doğrudur.
İstehsal təsərrüfatının mövcud olması mezolitdən etibarən bütün dövrlər üçün istehsal təsərrüfatı mövcuddur, fərqli cəhət deyildir. Əmlak bərabərsizliyinin dərinləşməsi, bəli, tuncun əldə edilməsi ilə insanların həyatında əmlak bərabərsizliyi dərinləşdi. 2 və 4, yəni Y variantı düzgün cavabdır. Yeni iqtisadi siyasət haqqında proqram irəli sürüb, Vyetnam müharibəsini başa çatdırdı. Söhbət hansı ABŞ prezidentindən gedir? Ronald Reagan. Reagandan getmir, çünki Reaganomica adlı bir proqramın sahibidir və kommunistlərlə mübarizə daha çox köklənmişdi. Cavablarımıza Reaganı çıxdıq. Richard Nixon. Nixon hakimiyyət dövrü 1969-cu ildən 1974-cü ilə kimi prezident olubdur və Nixonun dövründə daxildə yeni iqtisadi siyasət tətbiq olunubdur. Xarici siyasətin əsasını isə Vyetnam müharibəsi təşkil edirdi. Nəhayət, 1973-cü ildə SSR ilə aparmış olduğu danışıqlar nəticəsində Vyetnam müharibəsini dayandırıb qoşunları geri çəkdi. Cavabımız B variantı Richard Nixon doğru cavabdır. 1. Abbas və Nadir xan Əfşara aid oxşar cəhətləri soruşur. Rusiya ilə diplomatik danışıqların aparılması, Şah 1. Abbas Moskva çarlığı ilə diplomatik danışıqlar aparıb, Rusiya ilə diplomatik danışıqları var. Nadir xan Əfşar da eyni formada, deməli 1735-ci ildə Gəncə müqaviləsini bağlayıb, beləliklə diplomatik danışıqlar hər ikisinə oxşar cəhətdir. Səfəvilər dövlətinin sərhədlərinin bərpa edilməsi Şah 1. Abbas və Nadir xan Əfşara oxşar cəhətdir. 1735-ci ildə Nadir xan Əfşar, deməli, Azərbaycan torpaqlarının Səfəvi dövlətinin ərazilərinin bütövlüyünü tamamilə bərpa edibdir. Xorasanın Şeybanilərdən azad edilməsi Şah 1. Abbasa aiddir. Mərkəzi Təbriz olan Azərbaycan bəylərbəyinin yaradılması Şah 1. Abbasın dövründə mərkəzi Ərdəbil olan Azərbaycan bəylərbəyliyi yaradılmışdı. Nadir xan yox, Nadir Şahın dövründə inzibati dəyişikliklər həyata keçirilib. Cavabımız 1-2 A variantı düzgündür. Birinci Dünya müharibəsində Almaniya müttəfiqi Osmanlı dövlətinə qarşı xain addım ataraq Sovet Rusiyası ilə gizli saziş bağladı. Almaniya hökuməti gizli sazişə əsasən müəyyən qədər neftin müqabilində Bakını Azərbaycan Osmanlı qoşunlarından qorumaqla bağlı öhdəlik götürdü. Mətndə verilən tarixi prosesi nəticəsi necə oldu? Sovet Rusiyası Bakıda hakimiyyətini bərpa edə bilmədi. Bəli, nəticə olaraq Sovet hökuməti istəyinə nail olmadı. Çünki Borçalı ətrafında Gürcü Alman qoşunları Osmanlı ordusu tərəfindən məğlubiyyətə uğradıldı. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin siyasi gücü nəticəsində Almanlar Osmanlı ordusunun gəlişinə mane ola bilmədilər. Cavabımız A variantı doğrudur. 19-cu əsrin ikinci yarısında Bakı şəhərinin mədəni həyatında baş vermiş yenilikdir. Biz həm Bakı şəhərini axtaracaq burada, bura aid olsun, həm də 19-cu əsrin ikinci yarısı və mədəni həyata aid olsun. Sual üç tərəfli baxılacaq. Quberniya mərkəzinə çevrilməsi Bakı şəhəri 1859-cu ildə quberniya mərkəzi olub, lakin inzibati islahat olduğuna görə götürə bilmirik. Şimali Azərbaycanın ilk qəza məktəbinin fəaliyyətə başlaması, ilk qəza məktəbi 1830-cu ildə Şuşada fəaliyyətə başlayıb götürə bilmirik. Orta təhsil verən ilk qız gimnaziyasının açılması 1874-cü ildə Bakı şəhərinə aiddir və 19-cu əsrin ikinci yarısına düşdüyünə görə C variantı düzgündür. Şəhər islahatının həyata keçirilməsi 1870 qərarı ilə 1878-ci ildə Bakıda həyata keçirilib, lakin idarəetməyə aiddir deyə mədəniyyətə aidiyyatı yoxdur, götürə bilmirik. Müəllim seminariyasının fəaliyyətə başlaması İrəvan şəhərində 1881-ci ildən müəllimlər seminariyaları fəaliyyətə başlayıb, götürmürük. Beləliklə C variantı doğrudur.